Təndirdə rahat formada kabab bişirmək istəyənlər üçün mağazamızda belə gözəl paslanmaz metaldan, qalın paslanmaz metaldan belə setkalar satışdadır. Yəni maşallah çeşidlər çoxdur. Yəni mağazamıza yaxınlaşıb da bu məhsullardan əldə edə bilərsiniz. Əgər məsafə uzaq gəlirsə, işlə bağlı, məsafə ilə bağlı gəlməkdə çətinlik çəkirsinizsə də kargo vasitəsilə də çatdırılma edə bilirik. Paslanmaz metaldan enerji çubuqlar olan belə setkadır, hansı ki maqnit tutmur. Bu hissəsinə toyuğu bütöv formada və ya tikə formasında düzə bilərsiniz. Ara məsafələri yaxındır deyə, yəni buradan ət düşmür. Kənarları 8 mm qalınlığında enerji çubuq, orta hissəsi də 6 mm. Yəni bu bəzi zubatiski qalınlığında olan enerji çubuqlara bənzəmir ki, üzərinə nəsə qoyulanda o ağırlıqdan əyilsin. Yəni bunun üzərində balığı da bütöv qoysanız, toyuğu da bütöv qoysanız, qazı da, ördəyi də, nə pişirəsi olsanız, yəni bu o ağırlıqdan əyilən deyil. Bunun ramka hissəsi qara metaldır. Üzərinə vurulan bu rəng ki var, bu istiyə davamlı, yüksək istiyə davamlı boyadır ki, yəni istidə bunun rəngi getmir. Ayaqları da belə bütövdür, yəni çox gözəl bir görsənir. Yəni əlavə qusok, svarka falan olmayıb. Bunun alt hissəsi də boş deyil. Çünki bura ət qoyduğunuz zaman bütün bunun pişən o yağı töküləcək kömürün üzərinə. Həm pis qoxu verəcək, həm də təmizləmək çətin olur. Bunun alt hissəsində isə Kukumara firmasının belə qalın tavası var ki, bunun yuxarı gözlərinə ət qoyduğumuz zaman bunun yağı, suyu tökülür tavanın içərisinə. Közün üzərinə tökülmür, çıxartdınız, yudunuz, təmizlədiniz, təzədən qoydunuz içərisinə. Və ya bu hissəsinə tərəvəzlər yığdınız, deyək ki, bu hissələrin antrikot, quzu əti yığmışsınız, alt hissəsində də kartoşka. Yəni bunun yağı tökülür kartoşkaya, çox gözəl olur. Bir də bunu pişirən vaxtı mütləq şəkildə bunun içərisinə bir stəkan yarım su dökmək lazımdır ki, isti vurduqca bu həm tavadakı su buxarlanacaq, burada pişən ətlər daha yumşaq olacaq, yəni gözəl pişəcək, parda pişəcək, buxarda pişəcək, həm də tavanı istidən qorumuş olarsınız. Bəzi adamlar var ki, tavanı boş-boş quru formada qoyur. Əsasən də Rus peçlərində biz bunu şahid oluruq. Təndirin içi balacadır, közü falan yığıb bunun altına. Bu da boş formada, əlbəttə bu tava alovda bu yanacaq. Bunu boş formada, belə quru formada qoymaq olmaz. Mütləq şəkildə ya içərisinə kartoşka mı, yağ mı tökməlisiniz və ya su tökməlisiniz ki, müəyyən qədər həm tavanı qorumuş olasınız, həm də burada pişən ətləri daha gözəl formada pişirə bilərsiniz. Sizə də bu məhsullardan lazımsa bizimlə əlaqə saxlaya bilərsiniz. Yenə deyirəm, olar ki, məsafə sizə uzaq gələ, sifariş verin, kargo vasitəsilə Bakının müxtəlif yerlərinə, hansısa kargonun Bakı arasında 30-35 yaxın filialı var ki, həmin filiallara cəmi 3 manata çatdırılma edə bilirik. Rayonlara isə 4 manata.